Rusiyada əcnəbi vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıbdır. 26-cı ilin ilk 3 ayının yekunlarına əsasən Rusiyada əcnəbi vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 38,9% azalıb. Operativ vəziyyətin yaxşılaşması, miqrasiya axınlarına nəzarətin gücləndirilməsi, eləcə də rəqəmsal həllərin tətbiqi nəticəsində mümkün olubdur. Xüsusilə kağız bildirişlərin toplanması tələbinin ləğvi və Moskva regionunda Amina tətbiqinin istifadəyə verilməsindən sonra miqrasiya sahəsində sənəd saxtakarlığı faktlarının sayı xeyli azalıb. Belə ki, Moskvada bu göstərici 66,4%, Moskva vilayətində isə 76,5% azalıb. Həmçinin 26-cı ilin ilk aylarında əcnəbi vətəndaşlar tərəfindən törədilən ağır və xüsusilə ağır cinayətlərin sayında da ciddi azalma qeydə alınıbdır. Bu göstərici ötən illə müqayisədə 44,2% aşağı düşüb. Xüsusilə narkotik vasitələrinin qanunsuz dövrəsi ilə bağlı cinayətlərin sayı 64,1% azalıb. Bundan başqa quldurluq və ictimai təhlükəsizlik əleyhinə cinayətlərin sayı 30%, qətl və qəsdən adam öldürməyə cəhd halları isə 27,8% azalıb. Eyni zamanda zorlanma və seksual xarakterli zorakılıq əməlləri ilə bağlı cinayətlərin sayı ötən ilin səviyyəsində qalıbdır. Məlumatda həmçinin qeyd olunur ki, miqrasiya sahəsində təhlükəsizliyin artırılmasına yönəlmiş tədbirlər davam etdiriləcək.